Bəs əldə biraz pulun varsa nə etmək olar? Tez-tez soruşurlar. Bəs biz restoran biznesindən kənara adamlarıq, sadəcə satışla məşğuluq. Biz nə edə bilərik? Və yaxud mən yumurta gətirirəm rayondan və yaxud hər hansı bir məhsul gətirib burada nətər eləyim ki, uduzmayım da. Bununla əlaqədar mən sizə bir dənə unikal nümunə gətirəcəm ki, mən bir şablon kimi bunu deyəcəm. Ora siz öz məhsulunuzu qoyun və təsvir edin ki, siz bunu həyata keçirirsiniz. Baxın, sizcə bu uğurla nəticələnə bilər yoxsa yox? Da? İstənilən halda siz öz rəqiblərinizdən bir addım qabaqda olacaqsınız və ümumiyyətlə öz sahənizdə nömrə 1 olacaqsınız, əgər bu deyilənləri həyata keçirsəniz. Da? Və beləliklə, günlərin bir günü cavan oğlan əlində heç bir işlə məşğul ola bilməyən insan heç olmasa nə isə alıb satmaq məqsədi ilə gedir bazara. Bir polka götürüb nəsə gətirim, alım, satım, mən də bir 5-3 manat pul qazanım, əlimdəki pulu artırım. Bu minvalla baxır ki, ön polkalarda qiymətlər bahadır. Yəni, ön polkanı götürsəm, məsəl üçün bunun aylığı başa gəlir, tutalım ki, 500 manata. Amma arxa sırada, yəni görünməyən yerdə 3-cü, 4-cü sırada hardasa bu başa gəlir 150 manata, 300 manat arası. Və belə bir polka götürür. Baxır ki, nə satsın? Deyir ki, mən başa düşür ki, mənim satışım getsin deyə mən fərqlənməliyəm. Fərqlənmək üçün də birinci addımı nə olur bunun? Birinci növbədə götürdüyü polkanın tavan hissəsindən çoxlu lampoçkalar asır. Ora olur gür işıqlı. O qədər lampoçka asır ki, qıraqdan elə bazara girəndə görülür ki, arxada bir yer var, haradasa gür işıqlı bir yerdir. Mən arxadayam deyə, mən elə eləməliyəm ki, məni görsünlər də. İndi qıraqdan baxanda o, necə deyirlər, cənnətə aparan bir yol kimi görünür ora. İkinci addım o oldu ki, özünə adam bir dənə uniforma aldı və bu məqsədi kartof satmaqdır. Baxır ki, kartof satanların hamısı ümumiyyətlə eyni bir formadadır və uniforma aldı və kepkasının üstündə yazılıb ki, kartof mərkəzi. Bu ucu brendləşməyə başlayır, biraz da rəqiblərindən daha çox seçildi. Bu satdığı mal, yəni kartof üzrə mütəxəssis olmağına qərarına gəlir və ümumiyyətlə siz şəxsən neçə cür kartof tanıyırsınız? Belə deyək də, Gədəbəy tanıyırıq, Tovuz tanıyırıq, qırmızı kartof tanıyırıq, yerli kartof. Əslində minlərlə növ kartof var da. Və kartof üzrə bütün məlumatları başlayır oxumağa, öyrənməyə və qızartmaq üçün hansı kartofdur, qaynatmaq üçün hansı kartofdur, çipsə hansı kartof gedir və istəyir ki, bunun polkasında ən böyük kartof seçimi, assortimenti olsun. Və kepkası, fartuku səliqəli. Dördüncü addım bu olub ki, bu kartofu aşağı qiymətə satmır, orta bazar qiymətinə satır. Beşinci addımda nə edir bu? 1 kvadrat metrə qırmızı xalça alır, sərir polkasının qabağına. Və yanlarında o stolbiklar olur, arasında kəndirlə, qızıl rəngi stolbik qırmızı kəndirlə bağlanmış. Elə bir ki, podiuma girirlər. Təsvir edirsiniz də səhnəni. Adam durub gür işığın altında, əynində uniforma, papağının üstündə qeyd olunub ki, kartof assortimenti, qarşısında çoxlu kartof çeşidi, polkanın qarşısında qırmızı xalça və bununla, bu hesabla bu fərqlənir. Daha çox diqqət cəlb eləyir. Və müştəri cəlb eləyir. İnsan fikir verir ki, get-gedə daha çox kartof satmağa başlayır, daha çox alver eləməyə başlayır və bu istiqamətdə deməli Instagramda, TikTokda, YouTube'da danışmağa başlayır. İzah edir ki, kartofun necə seçmək lazımdır, məsəl üçün qızartmaya hansı uyğun gəlir, xörəkdə hansı sort daha məsləhətlidir, daha dadlı alınır. 7-ci addımı bunun kartofla hazırlanan yeməklər necə neçə reseptini məsəl üçün siz tanıyırsınız. Əslində
minlərlə resepti var kartofla olan yeməklərində. Bu onların ən maraqlısını internetdən tapıb, buklet şəklinə gətirib və müştərilərin selofanının içinə qoyur. Paketinin içinə qoyur. Növbəti addımda bu qalın paket sifariş edir, tünd rəngdə. Üstündə narıncı выделениyala narıncı rəngdə yazılıb, məsəl üçün kartof mərkəzi. Bu paket möhkəm olduğuna görə evə gedəndən sonra bu hələ trenajorlu zala da gedirlər, bunun içində paltar aparılır, nə bilim balığa gedəndə aparılır və hamısı da o emblemanı görür. Saunaya gedəndə bundan nəsə bu kulokda aparırsan və hətta cırılanda da zibil tökülən yerə atılanda da bu qonşular görür ki, belə bir paket var, kartof mərkəzi və onlar üçün də maraqlı gəlir bu. Bəs bilirsinizmi, niyə görə evdə biz uşaqların ən çox sevdiyi olan kartof frini hazırlamırıq? Çünki adi sortda kraxmal az olduğuna görə bu büzüşür və xırçıldamır. Ona görə də adam Hollandiyadan sifariş edir xüsusi çips üçün uyğun olan kartofun toxumlarını. Verir burada fermerlərə və əkdirir onu. Həmin fermerlərdən aldığı məhsulu da təzədə özündə satışa buraxır. Növbəti addımda hazır doğranılmış kartofu, təmizlənmiş doğranılmış kartofu bu kafe və restoranlara paylayır. Çips üçün məhz nəzərdə tutulmuş. Adətən refrigeratorlarda gələn, tamojnini keçən, xaricdən gələn mal baha olduğuna görə yerli istehsalda düzgün istiqamətləndirilmiş halda bu daha qənaətbəxş, amma daha dadlı və həmin nəticəni verən bir kartof fri olur və restoran, kafelərə paylamaqla da bu öz biznesini inkişaf elətdirmiş olur. Artıq B2B sektora keçir. Sizin işiniz bu məhsulun yerinə öz satdığınız məhsulu və yaxud gətirəcəyiniz məhsulu qoyub, imenlə bunu kopirovat eləməkdir. İndi kiməsə utanc gəlir, qırmızı xalça sərmək zat, amma qonaqlar cəlb eləyirsə bu, yəni müştəri üçün bu maraqlıdırsa və qıraqdakilər də səni çəkib Instagrama qoyurlarsa ki, bu burada utanc verici bir şey görmürəm. Sadəcə olaraq sən naborot virusunu yayınlayacaqsan, hamısı görəcək ki, belə bir çudak var, yəni qeyri-adi adam var. Gör, ən bol asortiment kartof buradadır. İnandırım sizi, bazara girən adam kartof almaq üçün çox çeşidiniz olsun deyə, müxtəlif cür siz xidmət göstərirsiniz deyə məhz sizdən gəlib alacaqlar. Yəni bu belədir. Əgər xoşunuza gəldisə, like eləməyi unutmayın, abunə olmağı unutmayın.